insanları tanımaq olmur. Elə nur sifətində insanlar var ki, içərisi çirkabla doludur. Elədir. Və oturur səninlə söhbət eləyir. Elə danışacaq. Dərdləşir səninlə, deyərsən ki, baxsa çıxardım, ürəyimi verim. Amma bilmirsən ki, orada nələr var, nə torba tikir sənə. Bunu necə mən bir dağada fırladım ki, bundan istifadə edeyim. Bugün insanlar Qabiliyyət üzünə gözəl bir-birinə şey. baxır, Yox. üzünə gülür, sonra da elə Yox. O çox gedməz, qurban olma. Allah ürəkləri oxuyur. Allah deyib bağışlayandır. Bağışlamır. Səbir böyüdür. Sən o dünyaya gedənəcən, onu sənin kürəyindən çıxarmayacaq, aparmaz səni. Nə eləmişsən çıxmalıdır bağla? Deyirsiniz ki, bax, hamıya kömək eləmişəm. Yetimin anası olmuşam Hə, da. yetim yetim Yaxşı, onların bir sizə bir deyirdilərmi? Ay, təşəkkür eləyirik, sağ ol. Bax, məsələn, mənim bax bu əynimin paltarını Gövhər alıb. Deyirdilərmi? Allah deyir ki, mən sənə verirəm, bir əlin verimli olsun. Dosta tanışa necə? Etibar görmədim. Kimə çörək verdim, arxadan vurdu məni. Allah ruzu versin, sən qazanan qadın olmuşam. Əylən qadın olmamışam, heç kimə. Onu Allah verir mənə, Allah da vasitəçi olub götürüb mənə göndərib də. Evlada da möhtac olmuyor. Ata-ana evlada pul verir, sabah uşaq istəyəndə demir ona ki, ay oğlum, ay qızım, dünən vermişdin, neyinədir? Amma evlad eləyəndə, ay mama, vermişdin sənə, neynədin o pulu? Başa düşdün? Allah məni onlara möhtac eləməsin.